Salam əziz abituriyentlər, gəlin bu günlərin biz 3 feilin hansı qrammatik məna növdə işləndiyini cümlə daxilində müəyyənləşdirək. Feillərimiz sulandı feilidir, atıldı feilidir və bir də olsun açıldı feili olmuş olsun. Gəlin bu feilləri fərqli qrammatik məna növdə olduqlarını cümlə daxilində sübut edək. Məsələn, cümlə qeyd edirəm ki, burada kabab çöz üstündə sulandı. Köz üstündə sulandı. Sulandı. Yaxud qeyd edirəm ki, yay gəldi, alçalar sulandı. Alçalar sulandı. Və bir nümunə yazıram ki, deməli, alma ağacları sulandı. 3 nümunə daxilində sulanmaq feillərini ifadə etdiyi mənalara baxsaq, kabab köz üstündə sulanıb nümunəsində su sözün köküdür. Təbii ki, kabab özünü sulaya bilməz. Burada lan leksik şəkilçi parçalanmayacaq. Yay gəldi, alçalar sulandı nümunəsində də yenə alça yetişmə məqamında özünü sulaya bilməz. Lan hissəsi parçalanmır. Alma ağacları sulandı dediyimiz zaman isə ağacları kimsə sulayır ki, nəhayətdə sulanmış olacaq. Deməli, ilk 2 nümunədə heç bir qrammatik məna növün şəkilçisi olmadığı üçün, yəni söhbət ışdırdan gedir söhbət, feilin qrammatik məna növlərin şəkilçilərindən gedir söhbət. Heç biri olmadığı üçün bu 2 nümunədəki sulandı feili olacaq məlum növdə. Lakin 3-cü nümunədə alma ağacları sulandı nümunəsində isə alma ağacını kimlərsə sulayıb, amma sulayanın kimliyi, işi icra edənin kimliyi bilinmir və feil olacaq hansı növdə? Məhsul növdə olmuş olacaq. Yaxud biz atıldı nümunəsinə baxsaq, məsələn, qısa bir nümunə yazıram. Zibil atıldı. Bir də əskər irəli atıldı. Nümunələrində atılmaq feillərinin tərkibindəki şəkilçilər leksik yaxud qrammatik olmasından asılı olmayaraq eynilik təşkil edir. Lakin məzmun fərqli olacaq. Zibil atıldı nümunəsində zibilin kim tərəfindən atıldığı bəlli olmadığı üçün olacaq məhsul növdə. Əskər irəli atıldı nümunəsində isə işi icra edən şəxs, yəni subyekt bəllidir. Əskər və işi öz üzərində icra etdiyi üçün olacaq qayıdış növdə. Bu tip videoların davamlı olması üçün kanala abunə olmaq lazımdır. Videoları bəyənmək kifayətdir. İzlədiyiniz üçün təşəkkür edirəm.